Yəqin siz də maşınla, təyyarə ilə, qatarla səyahət edən zaman baş ərrənmə, ürək bulanma, bəzən qusma halları özünü göstərir. Bu hərəkət xəstəliyi adlanır. Elmi adı ilə isə kinetozdur. Bunun baş verməsinin bir neçə səbəbi var. Belə ki, bizdə beynimizə gedən siqnallarda ziddiyyətlər yaranır. Burada əsas rolu gözlərimiz və daxili qulaq aparatımız oynayır. Nə zaman ki, maşınla səyahət edirik, bu zaman ətrafda oturacaqları, telefonu, kitab varsa kitabı biz sabit görürük və gözlərimiz beyinə belə bir siqnal göndərir ki, biz dayanmışıq. Amma daxili qulağımız elə hiss edir ki, maşın manevr edir, hərəkət edir və daxili qulaq belə bir siqnal göndərir ki, biz hərəkətdəyik. Gördüyünüz kimi burada hərəkət və dayanma, siqnal ziddiyyəti yarandığından bədən özünü təhlükədə hiss edir və təhlükədə hiss edən zaman bu şəkildə reaksiya verir bədən. Qusma ilə, baş gicəllənmə ilə özünü göstərir. Təxminən bu gün 25-30% insan bundan əziyyət çəkir və burada bəzi faktorlar da var. Belə ki, genetik olaraq valideyndən uşağa keçə bilər. Bundan əlavə uşaqlarda daha çox müşahidə olunur, çünki sinir sistemləri tam inkişaf etmir.